Ordubadın Gəncə kəndindən olan qəhrəman bir ailənin, bir ocağın, 2 şəhidini yad etmək üçün ailəmizlə, dostlarımızla və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş şəhid anaları ilə birlikdə Ceyhun balamızın il dönümündə iştirak etdik. Əmisi Ceyhun Hüseynovun adını daşıyan qardaşı oğlu da qəhrəman əmisinin izi ilə gedərək şəhidlik zirvəsinə ucaldı. Bu sözləri Mənim oğlum qəhrəmandır layihəsinin rəhbəri Cəlal Qurbanov bildirib. Hər iki şəhidimizin anası və nənəsi olan Səhrayə anamız, övladları və nəvələri ilə birgə atamın son günlərində onu ziyarət etmişdi. Atam bilirdi ki, Ceyhun balamızın il dönümü yaxınlaşır. Ceyhun balamızın il dönümündə ailəlikcə hamımızın iştirak etməyimizi bizə tapşırmışdı. Bu onun son arzularından biri idi. Biz də başda dəyərli şəhid analarımız olmaqla anam, ailə üzvlərim, dostlarımla birlikdə bu vəsiyyəti yerinə yetirdik. Ordubadın qonaqpərvər insanları, Ceyhunumuzun əzizləri və kənd sakinləri bizləri böyük ehtiramla qarşıladılar. Bu 2 gündə başda Naxçıvan şəhid anaları olmaqla əziyyətimizi çəkən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Şəhid Ceyhun Hüseynovun əmiləri Cəmşid Hüseynov və İdris Hüseynov çıxış edərək Çünki biz hər iki Ceyhunla fəxr edirik. Bu bizim fəxrimizdir. Dediyim kimi bir daha qeyd etmək istəyirəm. Bu əmisinin adını həqiqətən də layiqilə daşıdı və əsl şəhid adına layiq addımlar atdı həyatında. Qeyd edək ki, Ceyhun Hüseynov 2016-cı ildə akademik Zərif Əliyev adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq AD Universitetinə qəbul olub. Belə bir övladı itirmək bilirəm ki, nə qədər bütün övladlar şirindir, əlbəttə ki, bütün övladlar əzizdir. Amma belə bir övladda işi qat çətindir. Ali təhsilini başa vurduqdan sonra vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Lakin hərbidən təxris olunmağına 20 gün qalmış, onun qısa və lakin mənalı ömrü sona çatıb. Belə ki, Əskər Hüseynov Ceyhun Tofiqoğlunu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə etkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. Mərhumun nəşi Ordubad rayonunun Gəncə kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin. Allah Mircəlal qardaşıma kömək olsun. Allah Teala onun timsalında şəhid sevərlərimizə kömək olsun. Amin.